Neymə? Çox hörmətli tamaşaçılar, əziz dostlar. Mən bu günlərim bir Göyçəli şairə qızımızdan, bacımızdan, Sudaba xanım. Ondan bir şeir oxuyacağım. Çox qəmli bir şeirdir bu şeir. Mən Biyol 2-ci Beynəlxalq Aşıq Festivalında Bakıda olanda Pərvanə xanım Zəngəzorlu mənə bir neçə şeir verdi. O şeirlərin içində buydu ki, dedi bizim bu Sudaba xanım Sibridə yaşayır, həmişə ürəyi tıpıntıdadır ki, bir dəfə nə olardı, öz yurduna, yuvasına qayıda biləydi. Ailə də orada yaşır gələ bilmir, ona görə bunun ürəyi həmişə dolu. Cismən bu Sibridə adam var, ruhu həmişə Göyçədədir. O torpaqlar yadına çox qəmli bir şeir var. Onu mən bir dastanı havasıyla oxuyacağım. Sudaba xanım sağ olsun, inşallah vətənimizə qayıdar. Onun balalarının və bütün dostlarımızın hamısı var olsun vətən sevən insanlar haqqında.
orada öləydim, sinem üstə tökə-tökə torpağım. Var olsun Suda Xanım ki, belə gözəl şeir yazmışdı. Mən də onu Aşıq Hüseyni havasından oxudum. Bütün dostlarımın hamısının canı sağ olsun.